Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Pinko, Pinap və bu kimi saytlar barəsində danışacağım. Bu kimi saytların işləmə prinsipi haqqında danışacağım. Bu saytlardan necə pul qazanmaq olar, bu saytlardan necə pul çıxarmaq olar, ümumiyyətlə bu saytlar güvənlidirmi, deyilmi, bu barədə danışacağım. İlk növbədə Pinko barəsində danışmaq istəyirəm. Burada sizə hazırlanmış materiallar əsasında məlumatlar təqdim eləyəcəm. İşləmə prinsipi belədir ki, bu saytların ilk növbədə siz yeni cihaz, yeni mobil nömrə, yeni Gmail ünvanı ilə qeydiyyatdan keçirsiniz və bu qeydiyyata görə sizə müəyyən bonuslar verilir və siz depozit etdiyiniz hər hansı məbləği kazinoda oynamağa başlayırsınız. Əgər kazinoda oynayırsınızsa, depozit etdiyiniz məbləğin tamamını kazinoda uduzacaqsınız. Bu bir mənalı olaraq belədir. Və sistem tərəfindən verilmiş bonuslar olacaq. Sistem tərəfindən verilmiş bonusları siz xərcləməyə başladıqda sistem bir növ sizin balansınızı görür və bonus məbləği sıfıra yaxınlaşdıqda, belə deyək, 10 manat altında olduqda sizə skater verəcək və siz müəyyən qədər məbləğ qazanacaqsınız. Bu məbləği ən yaxşı halda təyin olunmuş dövr etdirmə limiti ərzində dövr etdirə bilsəniz, müəyyən qədər qazanc əldə edə biləcəksiniz. Daha sonra sizdən hesabı təsdiqləmək istəniləcək. Hesabı təsdiqləmək istənildikdə isə hesabı təsdiqləsəniz, əgər qazancınız 100 manat, 150 manat civarındadırsa, çıxarış edə biləcəksiniz. Üst məbləğlərdədirsə, müəyyən bir bəhanələrlə bu məbləği sizə ödəməkdən saytlar boyun qaçıracaq. Bunu dəlil və sübutlarla sizlərə təqdim edirəm. Deməli, Pinko saytında qeydiyyatdan keçmişik və qeydiyyatdan keçdiyimiz müəyyən bir zamandan sonra yeni bir qeydiyyat əldə etmişik və yeni qeydiyyatdan sonra depozit əldə etmişik, depozit hesaba yatırmışıq və bu depozitdən sonra məbləğin tamamını sistemdə uduzmuşuq. Daha sonra sistem tərəfindən verilən bonus məbləğini dövr etdirib 119 manat məbləğində vəsait əldə etmişik. Bu vəsaitdən 19 manatını, baxın, qeyd edirəm, 19 manatını 67,99 əmsallıq 8 oyun mərc etmişik və 1312 manat vəsait qazanmışıq. Məbləğin çıxarışına gəldikdə isə hesabımız, balansı görürsünüz, 1412 manat, hansı ki, dediyim kimi 119 manat vəsait əldə etmişik, 19 manat 30 qəpiyini vurmuşuq sistemdə yeni mərcə və 100 manatı balansda qalıb. 1312 manat uduş əldə etmişik, 100 manat balansla 1412 manat. Bu məbləği çıxarmağa gəldikdə isə hazırda bildiriş aldığımız budur ki, sənin hesabın bloklanıb. Ətraflı məlumat üçün dəstək xidmətinə müraciət et. Dəstək xidmətinə müraciət etdikdə isə gördüyünüz kimi müəyyən bəhanələr, müəyyən pulu verməməkdən ötürü qondarma qaydalar və hesabınız açılmayacaqdır bildirilir. Mümkün deyil bildirilir. Hansı ki, bəhanə gətirilir ki, sizin 2 hesabınız olub. Əgər 2 hesabım var idisə, mənim bu hesabım niyə təsdiqlənirdi? Bax, gördüyünüz kimi hesab mail əsasında da Pinko'nun rəsmi support mailindən gələn mail əsasında təsdiqlənməsi görünür və Pinko'nun fırıldaqçılığını belə çözmüş oldu. Dediyim kimi 100-150 manat civarında qazanırsınızsa,
bunu çıxarış edə biləcəksiniz hesabınızı təsdiq etdikdən sonra. Amma daha böyük məbləğ əldə etsəniz bunu əsla edə bilməyəcəksiniz. Ola bilər 100, 150, 300 manat məbləğində vəsait əldə edə biləsiniz və bunu məxaric edə biləsiniz. Bu da ondan ötürüdür ki, siz 300 manat məbləği çıxardıqdan sonra boş dayanmayacaqsınız. Elə o 300 manat məbləği orada yatırım edəcəksiniz. Ondan da artığını yatırım edəcəksiniz. Bu ona görədir ki, siz aludə olasınız ki, daha çox qazanmağa çalışasınız və nəticədə tələyə düşmüş olacaqsınız və yeni hesabınıza yeni depozit yatırıb oyunlar oynadıqda, hesabınızda aktiv olduqda siz bir daha gəlir əldə edə bilməyəcəksiniz. Bu saytların sistemi budur. Diqqətli olun, bu kimi saytlara güvənməyin. Mən bunu sadəcə və sadəcə test etmək üçün, sizləri bilgiləndirmək üçün başladım. Dediyim kimi 10 manat vəsait yüklədim ki, bu sistemi çözüm həqiqətən də etibarlıdırmı, deyilmi sizlərə bildirim. Gördüyünüz kimi etibarlı deyil. Bu qədər. Hörmətli izləyicilər, bunu paylaşın, yaxınlarınıza, dostlarınıza bildirin. Bu kimi saytlardan, qeyri-rəsmi saytlardan əsla istifadə etməyin. Sağ olun.